Salam izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycan tarixindən Nadir Şah Əfşar imperiyasından danışacağıq. Nadir Şah Əfşar. Deməli, bu imperiya 1736-cı ildən 1747-ci ilə qədər mövcud olmuşdur. Deməli, baxın, 1726-dan 1736-cı ilə qədərki dövrə biz Nadir xan, yəni onda hələ Səfəvilərin daxilində dövlət idarə edirdi. Əvvəlcə qoşun başçısı kimi gəlir, sonra isə 3-cü Abbasın vəkili kimi burada vəkili olur. Ondan sonra isə 1736-dan 1747-ci ilə qədər isə biz buna deyirik Nadir Şah. Nadir xanın dövründə əsasən Azərbaycan torpaqlarını, Səfəvi torpaqlarını Rusiya və Osmanlıdan almaq idi. Alır. Nadir Şah dövründə isə artıq Əfşarlar imperiyasının əsasını qoymuş olur. Bu necə olur? Deməli, Nadir xan Səfəvi ərazisində nəzarət ələ keçirir, Səfəvi torpaqlarını bərpa edir və bundan sonra 1736-cı ildə bu Nadir 3-cü Abbas həbsə salınır. 40-cı ildə də isə dünyasını dəyişir və ondan sonra Nadir xan 1736-cı ildə bir dənə yəni qurultay həyata keçirir. Qurultay 1736-cı ilin mart ayında Novruz bayramında. Martında belə bir qurultay çıxarılır və qurultayda yəni məqsəd nə idi bu qurultayın keçirilməsinin? Əsas məqsəd o idi ki, yəni 3-cü Abbas da yoxdur, Səfəvi hökmdarı kim olacaq? Belə bir söhbətlər gedirdi və yəni belə bir tədbir həyata keçirilmişdi. Və buradakı adamlar da qeyd etdilər ki, Səfəvi dövlətinin başında Nadir xan gəlsin elə. Nadir xan şah olsun. Nadir də deyir ki, hə, yaxşı, bunlar belə razılaşırlar və Nadir şah elan olunur. Və şah elan olunandan sonra burada Əfşarlar dövlətin əsasını qoyulur və Səfəvi dövlətinin də varlığına son qoyulmuş olur. Deməli, 1501-ci ildən 1736-cı ilə qədər Səfəvi dövlət, mövcud olan Səfəvi dövlətinin varlığına Əfşarlar tərəfindən son qoyulmuş olur. Deməli, əlbəttə ki, burada ona qarşı Nadirin şah olmasına əleyhinə olanlar da var idi, lehinə olanlar da var idi. İndi ona qarşı çıxanlardan danışaq. Deməli, burada Qarabağda bəzi Qarabağın tayfa başçıları var. Bunlar 32-lərdir, Kəbirlərdir, Ziyadoğullardır, 24-lərdir, 32-lərdir dedik və həmçində Gəncədə Ziyadoğullar vardı ki, bunlara qarşı çıxırdılar. Həmin o şəxsləri də Xorasana sürgün edir ki, sürgün edir. Və həmçinin də Qarabağın daxilində olan Qazax-Borçalı ərazisi, Qazax-Borçalı ərazisi də Qarabağın ərazisindədir. Onu da verir gürcülərə və bu da Nadirin gördüyü, yəni mənfi bir xüsusiyyət idi. Yəni Azərbaycan torpaqları Gürcüstana verilir. Amma Şəki hakimi bunu alsa da daha sonra yenidən gürcülərə keçmiş olur. Və Qarabağ bəylərbəyliyi daxilində olan separatçı məlikliklər var idi ki, onlara da sərbəstlik hüququ verilmiş olur. Və Nadir gələndə onun dövləti əsasən qeyd edirdi ki, onun dövləti dünyəvi dövlət olsun, dini dövlət olmasın və ona görə də niyə din xadimlərinin dövlət işlərinə müdaxiləsinin qarşısını almaq üçün belə hətta onların dövlət xəzinələrini müsadirə edir, vəqf torpaqlarının onlardan alır, gəlirlərin hökumət xeyrinə qəbul olunur. Ondan sonra baş vəzir və sədrəzəm vəzifələrini ləğv elətdirir. Yəni əsasən də bu dünyəvi, yəni bildiyimiz kimi Səfəvi dövləti şiə dövləti idi, yəni din üstündə dini dövlət idi, amma Nadir Şah istəmirdi belə bir dövlət olsun. Ona görə də o dövlətin xüsusiyyətlərini, yəni dini dövlətdən daha çox dünyəvi dövlətə keçirmiş olur. Öz adamlarını vəzifəyə təyin edir, 3 bəylərbəylik yaradır. Yəni 3 bəylərbəylik və Azərbaycanda 14 dənə bəylərbəylik vardı.
deməli hansı idi? Təbriz, Çuxursəd, Qarabağ, bir də Şirvan bəylərbəylikləri. Bu 4 dənə bəylərbəylik ləğv edilir. Onun yerinə Azərbaycan bəylərbəyliyi yaradır və mərkəzdə Təbriz şəhəri olmuş olur. Və Nadir Şah da vergi toplanmasının üçün vəzifə bölgüsü aparır, vergilərin yığılmasını qaydalara salır. Həmçinin də yenə də ruhanilərin, yəni din adamlarının var dövlətinin dövlət xəzinəsi xeyrinə onları da müsadirə etmiş olur. Və Nadir xanın dövründə, şahın dövründə daxili siyasətdə əsasən də dövlətin daxilində olan feodallara qarşı bir işlər də görür ki, yəni onların nüfuzu artmasın. Deməli, ona görə də bu dövlət torpaqlarının fondunu artırmağa çalışır. Yəni becərilməyən sahibsiz torpaqların becərilməsi, suvarma sistemlərinin yenidən qaydaya salınmasını həyata keçirir. Sonra bir də ki, o əsasən də, yəni məhsulu əkən kəndlər vardı. Feodallardan alınan torpaqları əkib becərən kəndlər. Həmin kəndlərdən əsasən də yəni burada bəylərbəyliklərə də, əyalət hakimlərinə, məmurlara maaşlarının əsasən də torpaq hədiyyə etməsi kimi yox, pul hədiyyə etməsi kimi qəbul olunur. Yəni pul verirdi. Artıq torpaq yox, burada pul əsas önəmə keçmiş olurdu. Yəni vergi əsasən də bundan sonra pulla alınmağa başlanıldı. Pulla. Və ölkənin daxili vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar da həyata keçirmişdi. Bunun gördüyü mənfi cəhətlərdən biri də rəiyyətlərin hərbi xidmətlərə çağırılmasıdır. Rəiyyətləri hərbi xidmətlərə çağırırdı. Bu da nə idi? Bildiyimiz kimi rəiyyətlər kəndli idi. Torpağı alır, feodaldan aldığı torpağı onu öz alətləri ilə əkib becərirdi. Əkib becərəndən sonra da müəyyən bir hissəsini özünə, müəyyən bir hissəsini isə torpaq sahibinə geri qaytarırdı. İndi isə rəiyyətləri gətirib deyir ki, hərbi xidmətə getməlisiniz. Rəiyyətlər də hərbi xidmətə gedəndə həm onlardan vergi istəyir, həm də hərbi xidmətdə olmalıdır. Əgər rəiyyətlər hərbi xidmətdə olanda o zaman kənd təsərrüfatını işləyə bilməzdilər. Bu da kənd təsərrüfatına mənfi təsirlər göstərmişdir. Arteriyanın istifadəsini genişləndirir, ölkə ərazisi genişləndirilir, geniş bir ərazi əhatə etməyə başlayır. Həmçinin də ölkədə hərbi donanma, Xəzər dənizində donanma yaratmaq istəyir. Bunun da səbəbi Xəzər dənizindən gələn hücumların qarşısını almaq üçündür. Deməli, donanma yaradır və bu donanmada amma uğursuz olur, yəni eləyə bilmir. Uğursuz nəticələnir bu siyasəti. Ondan sonra isə hərbi islahatlarda güclü ordu yaradır. Yəni dedi ki, burada hərbi donanma yaratmaq istəyir. O da Osmanlı dövlətinə görə, Osmanlı ilə apardığı müharibələrin başlanmasına görə belə bir dayandırır. Ondan sonra xalqın rifahını yaxşılaşdırmaq üçün işlər həyata keçirir, hərbi yürüşlər həyata keçirir. Bu da belə. Sonra deməli Nadirə qarşı dedi ki, biri xan dövrü vardı, biri də şah dövrü idi. Nadirin dövründə, şahın dövründə, yəni köçürmə siyasətidir, vergi siyasətidir, feodal zülmlərinə qarşı burada çıxışlar baş verir. Həmçinin dedik, əhalinin Xorasana sürgün olunması narazılıqlara gətirib çıxarmışdı və ona qarşı ilk üsyan əvvəlcə xan dövründə 1734-cü ildə, yəni Səfəvilərə qarşı üsyandır bu. Astarada, daha sonra isə Carbalakändə baş vermiş üsyanlar olmuşdur. Bu da 1734-cü ildə Nadir xan Şamaxını Osmanlılardan azad edir. Amma həmin onlar, Şirvanlılar gedir Osmanlılara kömək eləyirlər. Ona görə də Nadir bunun da əvəzdən çıxmaq üçün Şamaxı şəhərini yandırır 1734-cü ildə və Ağsu şəhərinin də əsasını burada qoymuş olur. Əhalini də köçürür Ağsu şəhərinə. İndi Nadir Şaha qarşı olan ilk üsyanlar isə burada ilk üsyan dediyimiz kimi Nadir vergini məhsulla yox, pulla alırdı. Ona görə də əhali narazılığa keçir, narazı olurlar və buna görə də 1737-ci ildə Nadirə qarşı üsyan olur. Bu zaman 1737-ci ildə Nadir Hindistana hücuma keçir.
Yəni Hindistana oradan da deyir hücum edib keçərdi Mərkəzi Asiyaya. Amma Hindistana hücum eləyir. 1730 yəni Çar Balakəndə baş vermiş üsyandır. 1737-ci ildə Şirvanda kəndlərin mərkəzi hakimiyyətə qarşı mübarizəyə səbəb olur və 1738-ci ildə Çar Balakəndə belə bir üsyan olur. 1738-də Çar Balakən. Nadir Şah da qardaşı İbrahim xanı, İbrahim xan da Azərbaycan Bərləbəliyinin başçısı seçilmişdi. İbrahim xanı göndərir ki, bəs üsyanı yatırdırsın. Lakin İbrahim xan orada olan, Çar Balakəndə olan döyüşlərin birində ölür. Məcbur qalır Nadir Şah geri qayıtsın. 1741-ci ildə özü gəlir üsyanı çətinliklə də olsa yatırdırmış olur. İndi Nadirə qarşı 3 dənə üsyanlar var. Bunlar hansıdır? Sam Mirzələr. Bunlar özlərini yalançı şahzadələr adlandırırlar. Yəni bunlar qeyd edirlər ki, Səfəvi dövlətini biz bərpa edəcəyik. Bunlar Sultan Hüseynin oğlanlarıdır. Ona görə də gəlmişik Səfəvi dövlətini yenidən bərpa eləməyə. Yəni özlərini yalançı şahzadələr kimi qeyd edirdilər. İndi 1-ci Sam Mirzə və 2-ci Sam Mirzə Şirvanda baş vermiş üsyanlardır. Yəni insanlar ağır vergi şəraitindədir. Nəyə görə? Nadir Şah dövləti yaradanda əsasən o hərbi bir dövlət yaradır. Əsasən də xarici hücumlara, torpaqların ərazisini genişləndirmək üçün işlər görür. Amma işləri də həmin o müharibəni də aparmaq üçün yəni pul lazımdır. Həmin pulları da qarşılamaq üçün əhalidən alınan vergilərin sayı da artırılır. Əhali də belə vergilərin sayını artırdığına görə narazılıqlar olur. Narazılıqlara da qarşı üsyanlar başlayır. Və bunlardan da dediyimiz kimi Sam Mirzələr istifadə edirlər, güya ki, Səfəvi dövlətini yenidən bərpa edəcəklər. İndi 1-ci Sam Mirzə, 3 dənə Sam Mirzə var. 1-ci Sam Mirzə burada böyük dəstələr toplayırlar. Müttəfiqi Qazqımıqlı Sürxə xandır və burada onunla bir yerdə Ağsuya hücum edir və bu şəhəri tutmuşlar. Bunlar gələndə Ağsuda həyata keçirdiyi ilk tədbirlərdən biri də Nadir dediyi axı vergiləri artırıbdır. Həmin o vergilərin də sayını azaldır. Azaltılması ilə də bu Sam Mirzəyə qarşı rəğbət artır. Və 1743-cü ildə oğlu Nəsullah Mirzəni göndərir ki, Şamaxıda onları məğlub eləsin. Məğlub edirlər və 1-ci Sam Mirzəni də burada öldürürlər və bununla da amma yenə də hələ də üsyan davam etmiş olur. Yəni tam dayandıra bilmir. 2-ci Sam Mirzə üsyanı da yenə 1743-cü ildə Şirvan ərazisində olur. Yenə Sam Mirzə də bu da yalançı şahzadədir. Üçü də Təbrizdə üsyana başçılıq etmək istəyir. Yəni Təbrizdə üsyana başçılıq etməyə cəhd göstərmiş, lakin tezliklə də ələ keçirilib ifşa olunmuşdur. Və 2-ci Sam Mirzə də yenə Ağsuda mərkəzini ələ keçirir. Şabrandan Dərbəndədək döyüşlərdə Nadirin qoşunlarını məğlub etmiş olur və bundan sonra Osmanlı ilə bunun arasında mübarizələr davam edir. Ona görə də bu Nadir xan görür ki, yəni belə olmaz. Osmanlı ilə müqavilə bağlayır ki, bütün qoşunlarını Sam Mirzələrin üzərinə yeridə bilsin. Ona görə də Osmanlı ilə müqavilə bağlanır və Azərbaycanda üsyanları yatırdırmağa cəhd göstərir və 1743-cü ildə Ağsu döyüşündə 2-ci Sam Mirzə də məğlub olunur. O da qaçır Gürcüstana. Gürcüstanda KXT hakimi Teymuraz onu tutur və qaytarır verir Nadirə verir. Və 3-cü Sam Mirzədə deməli 1-ci, 2-ci Sam Mirzə oldu şimalda Şirvan ərazisində. 3-cü Sam Mirzə isə 1747-ci ildə Ərdəbildə və Təbrizdə üsyanlar baş vermişdir. Bu da 3-cü Sam Mirzə Təbrizdə ələ keçirmişdi.
və burada Təbrizdə əsasən də o öləndən sonra 1747-ci ildə Nadir öləndən sonra vergi sistemlərini Nadir tərəfindən qoyulmuş vergi sistemlərini ləğv elətdirir, öz pullar kəsdirdirir və özünün haqqında belə yəni Azərbaycan xanlarına da artıq Nadir öləndən sonra xanlıqlar yaranır. Onlara da qəbul etmələri haqqında fərmanlar göndərir, amma həmin fərmanlar da nəticəsiz qalır. Bir də ki, Nadirin əmisi oğlu burada Əmiraslan xan var. O da Təbriz xanlığının əsasını qoyanlardandır. Nadirin əmisi oğlu Əmiraslan. Danışacağıq bu barədə. Təbriz xanlığının əsasını qoymuşdu və onu da məğlubiyyətə uğradır. Sami Mirzəni məğlubiyyətə uğradır və onu da edam elətdirmiş olur. Ondan sonra deməli bir də 1743-cü ildə Şəkidə üsyan olur. Bu üsyan haqqında danışaq. Deməli üsyan necə olur? Üsyanın əsas səbəbi burada Məlik Nəcəf var. Yəni yerli hakimidir Məlik Nəcəf. 1741-ci ildə Nadir Şaha Məlik Nəcəf ərizə yazıb göndərir ki, bəs burada insanlar Məlik Nəcəfə bir dəqiqə 1741-ci ildə Şəki cəmaatı Nadirə yazılı sənəd göndərir ki, məktub göndərir ki, bəs Məlik Nəcəf burada öz başınalıqlar eləyir, vergini artırır. Sən bir vergi verəndə o ikisinin üçün artırır. Yəni belə bir öz başınalıqlar da gedir. Və buna görə də cəmaat içində nüfuzu olan Hacı Çələbini də bura vəkil təyin edir. Bu Hacı Çələbi də Məlik Nəcəfin işlərinə qarışır. İşlərinə qarışdığına görə Məlik Nəcəf Nadirə məktub göndərir ki, bəs bu belə şikayət edir və bundan da Nadir Şah qəzəblənir və hər ikisini də öz hüzuruna çağırır və həmçində burada Nadir Şah Hacı Çələbinin boyuna ip asır ki, onu edam eləsinlər və boyunda ip ola Hacı Çələbi qeyd edir ki, bəs Şah burada Məlik Nəcəf öz başınalıqlar eləyir, əhalinin vergilərini artırır. Yəni sən biri deyəndə o 3 dənə vergi artırmış olur və bunlar da Nadir Şah qəzəblənir və deyir ki, mənə niyə əvvəldən xəbər verməmisiniz və hər ikisini də buraxır gedir. Yəni qayıdırlar təzədən Şəkiyə, qayıdanda yenə Hacı Çələbi ilə Məlik Nəcəfin arasında mübahisələr düşür. Mübahisə düşəndə də yenidən Nadir bunları hüzurlarına çağırır. Artıq Hacı Çələbi başa düşürdü ki, bu dəfə onun boynuna keçirilən ipdən canını qurtara bilməyəcək. Ona görə də artıq üsyana başlayır. Qaçır və üsyana başlayır. 1743-cü ildə Şəkidə Nadirə qarşı üsyan baş vermiş olur. Bu üsyanlarda nəticəsində 1743-cü ildə başlayır, ta ki 46-cı ilə qədər bunlar müəyyən bir əsasında bunlar çəkirlər Gələsən Görəsən qalasına. Görəsən qalasına hücumlar olur və 44-cü ilin payızından 45-ci ilin əvvəllərinə qədər Şəkidə hücumlar olur və artıq 3 ilə yaxın mübarizələr olur. Bu 3 ilin sonunda artıq Hacı Çələbinin qalada olan tədarükləri, qida ehtiyatlarıdır. Bunlar bitir. Bitdiyinə görə artıq Nadir Hacı Çələbi məcbur qalır onun yəni Nadirin dediklərini əməl etməyə. Yəni Nadir də onu bağışlayır və onu Şəki hakimi kimi tanıyır. Və ondan sonra da Azərbaycanda 1743-cü ildə üsyandan əvvəl Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş olur 1743-cü ildə. Xanlığın əsasını qoyur və döyüş başlayır. 1743-cü ildə Azərbaycanda xanlıqların əsası qoyulur, ilk xanlıq odur. Amma digər xanlıqlar Nadir öləndən sonra, yəni 1747-ci ildə Nadir öləndən sonra müstəqil feodallar, özlərini hakimlər, özlərinin dövlətini də yaradırlar burada. Həmin onlara da biz xanlıqlar deyəcəyik. Nadir də 1747-ci ilin iyun ayının 19-da yəni bunun çadırına daxil olurlar və orada da öldürülmüş olunur. Və bununla da Azərbaycanda, Mərkəzi Asiyada, həmçində İranda belə xanlıqlar da əmələ gəlmiş olur. Xanlıqların da əmələ gəlməsinin, yəni yaranması haqqında danışacağıq. Bu da yəni Azərbaycan üçün
çox pis nəticələr olur. Hamısı da ayrı-ayrı, kiçik-kiçik dövlətlərə parçalanır. Bu barədə də gələn dərslərimizdə danışacağıq. Dərsimiz bura qədər. Zəhmət olmasa kanalımıza abunə olun, like atın və şərh yazmağı da unutmayın. Hələlik sağ olun.